Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əsəd Cahangir 1966-cı il iyunun 25-də Beyləqan rayonunun Yuxarı Aran kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində alıb. 1984-1986-cı illərdə Polşada hərbi xidmət keçib. 1992-ci ildə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsini Nizami Gəncəvi təqaüdü və qırmızı diplomla bitirib. Ədəbi yaradıcılığa tələbəlik illərində başlayan Əsəd Cahangirin ilk şeirləri 1989-cu ildə Universitet qəzetində, ilk elmi tənqidi məqaləsi isə 1991-ci ildə Dədəm Qorqud qəzetində dərc olunub. 1993-1999-cu illərdə jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif mətbu orqanlarda yüzlərlə məqalə, esse və araşdırması çap olunub. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 1999-cu ildən etibarən Azərbaycan jurnalında müxtəlif məsul vəzifələrdə çalışıb. 2024-cü ildən Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədridir. Əsəd öz nəslinin ən istedadlı tənqidçilərindən biridir. Mən həmişə bu sözü deyirəm ki, tənqidçi istedadı nadir istedaddır. O da bu nadir istedada malik olan insanlardan biridir. Mən onun yazılarını həmişə oxuyuram, diqqətlə oxuyuram. Yeni əsrin ibtidası, min illərin ayrıcında, Kim yatmış, kim oyaq silsilə yazılarında ən yeni dövr Azərbaycan ədəbiyyatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirib. Postmodernizm və onunla bağlı anlayışların milli ədəbi fikrə daxil olmasında mühüm rol oynayıb. Azərbaycan oxucusu Danil Andreyev, İrina Adelgeyim, Aleksandr Dugin, İlya İlin, İrina Nikitina, Dmitri Zatonski və digər dünya çapında olan alimlərin postmodernizmlə bağlı əsərləri ilə Əsəd Cahangirin tərcüməsində tanış olublar. Klassika ilə müasirliyin, dünya ədəbiyyatı ilə milli bədii fikrin vəhdəti, fəlsəfi dərinlik, metaforik dil, onun söz, səs, dəmirbaşlar kimi esseləri və Ağ saç, qara saç, kim yatmış, kim oyaq, 13-cü gecə, Diyanesin şərəfinə, Kölgə işıqdan düşür kitablarında toplanmış yazıların başlıca ideya bədii xüsusiyyətləridir. Qədim Türk ədəbiyyatının lingvistik poetikası monoqrafiyası Mahmud Kaşqarlının Divani Lüğət-i Türk əsərinə Azərbaycanda həsr olunan ilk monoqrafik tədqiqatdır. Əsəd Cahangir bizim bugünkü dilçiliyimizin, ədəbiyyatşünaslığımızın, fəlsəfəmizin ən yaxşı tədqiqatçılarından biridir və onun əsərlərində təsadüfi deyil ki, bax bu üç cəhətin, üç istiqamətin hamısının öz yeri var. Əsəd qədim Türk ədəbiyyatının, qədim Türk poeziyasının tədqiqatçısı kimi gəldi bizim elmimizə. Amma sonra daha çox müasir ədəbiyyatla, müasir ədəbi proseslə məşğul oldu və burada da özünün o nəzəri, elmi nəzəri mülahizələrini lazımi effektdə, lazımi səviyyədə söyləyə bildi. Əsəd Cahangir epik fəlsəfi poeziyanın özünə məxsus nümayəndəsidir. Onun O Adam, Namaz və Xarı Gülnar poemaları və şeirləri klassik sufiyanə düşüncə ilə modern estetikanın sintezindən ibarətdir. Tanrım, səndən başqa heç kəs kiməm, nəyəm, bilmir axı. Mən dünya ilə dolanardım, dünya yola vermir axı. Qaytar məni dənizlərə. Ya daş elə, ya quş elə, apar məni bir yuxuya, bulud elə, yağış elə. Döndər bircə damla suya, qaytar məni dənizlərə. Əsəd Cahangir fransız şairi Arthur Rimbaud'un, Tataristanın xalq şairi Robert Minnullinin, müasir Amerikan poeziyasının nümunələrinin Azərbaycan dilinə tərcüməcisidir. Onun tərcüməsində İrland dramaturgu John Patrick'in Qəribə Mrs. Savage piyesi Mingəçevir Dövlət Dram Teatrında uğurla səhnələşdirilib. Əsəd müəllimi çox gənc yaşlarından tanıyıram. Ümumiyyətcə, incəsənətə, musiqiyə çox yaxın bir insandır. Və mən bir çox yubileylərdə, tədbirlərdə hər zaman Əsəd müəllimi başda görmüşəm. Özünün çox böyük, yəni bu işə məhəbbəti var, istəyi var. Bilirsiniz ki, çox az tənqidçilərimiz var ki, bu günləri milli musiqimizi, yəni o milli musiqimiz haqqında, ifaçılar haqqında çox obyektiv yazılar yazır. Mən əziz dostum bu yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Əsəd müəllimin yaşının ən gözəl müdrik dövrüdür və mən inanıram ki, hələ bundan sonra Əsəd müəllimin bir çox yazılarının şahidi olacağıq.
Əsəd Cahangirin 60 illik ədəbi bədii yaradıcılığı müxtəlif illərdə dövlətimiz və müxtəlif yaradıcı qurumlar tərəfindən yüksək qiymətləndirilib, oxucuların böyük marağına səbəb olub. O, Nizami Gəncəvi təqaüdü və 3 dəfə müddətli prezident təqaüdünə, Aydın Məmmədov və Yaşar Qarayev adına ilin tənqidçisi mükafatlarına, Beynəlxalq Şahmar Əkbərzadə, Beynəlxalq Cəlaləddin Rumi və Beynəlxalq Rəsulza ödüllərinə, Mədəniyyət Nazirliyinin Qızıl Kəlmə mükafatı və Nizami Gəncəvi medalına, Mətbuat Şurasının Ali Media mükafatına layiq görülüb. Azərbaycan ədəbiyyatının xaricdə, dünya ədəbiyyatının Azərbaycanda təbliği, tədqiqi və tərcüməsi Əsəd Cahangir yaradıcılığının mühüm qollarından biridir. Əsəd Cahangir haqqında Anar, Elçin, Nəriman Həsənzadə, İsa Həbibbəyli, Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Nizami Cəfərov, Çingiz Abdullayev, Qəzənfər Paşayev, Hacı İsmailov, Fərhad Xəlilov, Mənsum İbrahimov və digər çoxsaylı ədəbiyyat, elm və incəsənət xadimləri təqdir edici fikirlər söyləyib. Onun fəaliyyətini yüksək qiymətləndiriblər. Bu fikirlər Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş Sözün Cahangiri kitabında toplanıb. Bu günlərdə 60 yaşını tamam edən Əsəd Cahangir öz yaradıcılığının ən məhsuldar və kamil dövrünü yaşayır.